Salamlar, vaxtınız xeyirli olsun. Kanalımızın əziz və dəyərli izləyiciləri. Bugün sizlərlə testlərimiz Elsəvər Vəliyev 4-cü sinif riyazi məntiq kitabının olacaq. Deməli, əvvəlki videolarımızda paylaşmışıq ki, LGS-2 riyaziyyat paylaşmışdıq. Sonra biraz telefonumuzda problem oldu deyənə videolar paylaşa bilmədik. Artıq bugün LGS-2 riyazi məntiq paylaşacağıq və inşallah dediyimiz kimi davamlı olaraq növbəti günlərdə imtahana qədər videolar belə hər gün paylaşacağıq. Deməli, birinci sualımız belədir ki, kamil rəqəmlərin cəmi 20 olan natural ədədləri artan sırayla yazır. Sıranın əvvəldən 6-cı ədədi tapın. Baxın, buradan bizdən nə istəyir? Sıranın əvvəldən 6-cı ədədi istəyir. Sıranın əvvəldən 6-cı ədədi istəyir və deyir ki, kamil rəqəmlərin cəmi 20 olan natural ədədləri artan sırayla yazır. Bu o deməkdir ki, biz əlbəttə baxanda bilirik ki, bu 2 rəqəmli olmayacaq. Çünki elə bir 2 rəqəmli yoxdur ki, bunların rəqəmlərin cəmi 20 etsin. Deməli, bu 3 rəqəmlidir. Ona görə də 3 rəqəmlərdən hansılardır? Baxın, birincisini yazıram. 299. Baxın, 299. Həqiqətən rəqəmlərin cəmi 20 eləyir. Bəli, 9 üstə 2, 11, 11 üstə 9, 20. Keçirəm 300-lərə. 300-lərdə 389. 389. 400-lərdə. Daha düzələ 300-lərdə var. 398. 300-lərdə də var. Sonra 400-lərdə 479. 479. 488 və 497. Həqiqətən də bunların hər birinin rəqəmlərin cəmi 20-dir. Yoxlaya bilərsiniz. Bunların hər birinin rəqəmlərin cəmi 20-dir və indi bizdən nə istəyir? Sıranın əvvəlində artıncı ədəd istəyir. Baxın, bu birinci ədədimiz oldu. İkinci ədədimiz, üçüncü ədədimiz, dördüncü ədədimiz, beşinci və altıncı ədədimiz hansı oldu? 497. Birinci sualda doğru variant A variantı. İkinci sualımız. İkinci sualımızda belədir ki, deyir ki, verilən saatların hansında saat və dəqiqə əqrəbləri arasında bucaq ən az olacaq. Verilən saatların hansında saat və dəqiqə əqrəbləri arasında qalan bucaq ən az olacaq. Burada da hansı variant eləyir? 2-də də D variantı eləyir. Yazıb yoxlaya bilərsiniz. Baxın, burada D variantımızdır. Saat şəkli çəkəcəksiniz və görəcəksiniz dəqiqə və bucaq əqrəbləri arasında, dəqiqə və saat əqrəbləri arasında qalan bucaq ən az eləyir. Belə deyim, dərəcəsi az olan eləyir. Burada D variantıdır. Onunla da bağlı bizim YouTube kanalımızda video izah paylaşmışıq. Yəni, baxa bilərsiniz. Yəni, ikinci sualı özünüz şəklini çəkib tapa biləcəksiniz. Üçüncü sualımız belədir ki, deyir ki, üçüncü sualda nə deyir? Rəqəmlərin hasili 40-dan böyük olan neçə 2 rəqəmli cüt natural ədədi var? Baxın, rəqəmlərin hasili 40-dan böyük olan neçə 2 rəqəmli cüt olsun. Yəni, bu ədəd həm cüt olmalıdır, həm də rəqəmlərin hasili 40-dan böyük etməlidir. Baxın, başlayıram 50-lərdə deməli var, 50-lərdə yoxdur. 5 8-in 40 eləyir, 40-a bərabərdir. Amma bizə deyir 40-dan böyük olsun. 5-i 9-a vuran bərəm, çünki cüt olmalıdır. Baxın, necə? 68. Biri 68-dir. Həqiqətən cütdür? Bəli, cütdür. 6-nı 8-ə vuranda 48 eləyir, bəli. 40-dan böyük eləyir, bəli. Doğrudur. 68 biri. İkincisi, deyəsən, yaxşı yazmadım. Deməli, 68. İkincisi, 70. 70 neçə olar? 76. Üçüncüsü, 78. Yəni, həm cüt olmalıdır, həm də bir-birinə vuranda 40-dan böyük etməlidir. 78. Dördüncüsü, 86. Beşincisi, 88. Altıncısı, 96. Sonra 98. Və bu qədər. Niyə? Çünki neçə 2 rəqəmli cüt natural ədədi var. 2 rəqəmli deyir. Ona görə də 2 rəqəmlilər bu qədərdir. Həqiqətən bunların hər birini bir-birinə vuranda, məsələn 68-i bir-birinə vuranda, 76-nı bir-birinə vuranda, 88-i bir-birinə vuranda həm cütdür bunlar, həm də ki bir-birinə vuranda 40-dan böyük eləyir. İndi nə deyir? Deyir, rəqəmlərin hasili 40-dan böyük olan neçə 2 rəqəmli cüt natural ədədi var. Neçə nə oldu? 1, 2, 3, 4, 5, 6, 7 dənə doğru variant. D variantı 3-cü sualda. 3-cü sualımızda doğru variant D variantı. 4-cü sualımız. 4-cü sualımız belədir ki, deyir
A, B, C rəqəmləri üçün A üzərinə 2B bərabər C olarsa C-ni istəyir. B 2 rəqəmli ədəd, C 3 rəqəmli ədəddir. Və burada nə edirəm mən? Deməli, başlayıram. A üzərinə A, baxın. A üzərinə, deməli, yazıram. A üzərinə A üzərinə 2B bərabərdir neçəyə? 3C-yə. Bu nə deməkdir? Yəni 3C nə deməkdir? Yəni bunların üçü də eynidir. Məsələn, bunlar nə ola bilər? 111 ola bilər, 222 ola bilər, 444 ola bilər, 888 ola bilər. Yəni üçü də eynidir. Mən götürürəm C-ni 111. C-ni 111 götürürəm. 1, 1, 1. Eynidir bu C-lər, görürsünüz. 111 götürsəm, deməli B-lərim 99-dur. B-lərim 99-dur. A-larım neçə olur? A-larım da olur, 6 bu olur, 6 da bu olur. Həqiqətən 12 üzərinə 99 gələndə 111 eləyir. Deməli, indi məndən C-ni istəyirdi. Məndən C-ni istədiyi üçün C neçə oldu? C-nin bir görürsünüz, 1 yazmışam. Deməli, A variantı C 1 olar. A variantı. 5-ci sualımız. 5-ci sualımız deyir, bir neçə dovşana 35 yer kökü paylandı. Bu zaman dovşanların hər birinə ən azı bir yer kökü düşdü və bərabər sayda yer kökü alan olmadı. Deyir, ən çox neçə dovşan yer kökü aldı. Buyurun, bunu da siz rəy bölməsində yazın. Çox maraqlı sualdır. Buyurun, bunu siz rəy bölməsində yazarsınız. 6-cı sualımız. Deyir, 1-dən 100-ə qədər olan natural ədədlər yazarkən neçədən 3 rəqəmindən istifadə olunur. 1-dən 100-ə qədər natural ədədlər yazarkən neçədən 3 rəqəmindən istifadə olunur. Birinci yazaq, gəlin təşlikləri 3 olanları yazaq. Təşlikləri 3 olanları yazmaq üçün baxın, yazıram. Təşlikləri 3 olanlar 3, 13, 23, sonra 33, sonra 43, sonra neçə olar? 53, baxın yazıram, 53, sonra 63, 73, 83 və 93. Bunlar təşlikləri 3 olanlardır. Neçədən 3 oldu? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, yox 11. Niyə? Çünki 33-də 2 dənə 3 var. Baxın, 33-də 2 dənə 3 var. Yəni bunların hər birini sayacağım. Yəni 11 dənə. Təşlikləri, baxın, təşlikləri 3 olanları yazdım və bunun içində onluğu 3 olan 33-ü də götürürəm. 2 dənə saydım da burada. İndi o onluqları 3 olanları da artıq 33-ü saymayacağım. Çünki burada saydım onu. Deməli, təşlikləri 3 olanların içində 33-ü də götürdüm. Neçədən oldu? 11 dənə. Yazdım bunu bir qırağa. Təşlikləri 3 olan neçə oldu? 11. Bunu yazdım bu qırağa. 11 yazdım. İndi keçirəm onluqları 3 olanlara. Onluqları 3 olanları yazıram. Onluqları 3 olanlar deməli 30 özü, 31, sonra 32, 33, 34, 35, 33'ü burada götürməyəcəm. Çünki bayaq dedim, təşkillərin içində olanları da götürmüşdüm. 33'ü düzdürmü? Ona görə burada götürmürəm də. Orada bir yerdə götürdüm. 34, 35, sonra 36, 37, 38 və 39. Neçədən oldu? Deməli 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Bunlar da onluqları 3 olanlar. Deməli 11 dənə oydu. 11 dənə o birisiydi. Bu da 9 dənə. Neçə etdi? 20 dənə. Doğru variantımız C variantı. Növbəti sualımız. Növbəti sualımız belədir ki, deyir ki, aşağıdakı tərəzi tarazlıqdadır. Baxın, bu tərəzlər deyir. Bunlar bir-birinə bərabərdir. Bir qələmimizin biraz sürət yaxşı görsənsin. Baxın, bu tərəzlər bir-birinə bərabərdir deyir.
Deməli, bu ikisi, baxın, bunun 4-ünə bərabərdir. İndi bu ikisi nə qədərdir? 12-dir. Bu ikisinin cəmi 12-dirsə, yəni bura 12-dirsə, deməli onda burada 12 eləyir. Və bizdən bunun birini istəyir. Bu kvadratın birini istəyir. 12-ni bölürəm, neçə kvadrat var? 1, 2, 3, 4 dənə kvadrat var. 12-ni bölürəm. Deməli, 12-ni bölürəm 4-ə olur 3. Doğru variantım. 3 olan variantım, yəni A variantı. Növbəti sualımız deməli nə deyir? Bilet növbəsində anar sondan 5-ci, minə isə əvvəldən 8-ci sıradadır. Minə növbədə anardan daha öndədir. Anar ilə minənin arasında bir nəfər olduğuna görə növbədə cəmi neçə nəfər var? Bunun üçün nə edirəm? Baxın, 5-in üzərinə 8, üzərinə 1 gəlirəm, eləyir neçə? 14, o da 1, 15, daha düzü 5 üstə 3, 14 üzr istəyirəm. 15 nədir? 14. Doğru variant C variantı. 5 üstə 8 neçə eləyir? 13, üzərinə 1, 14 C variantı. 9-cu sualımız. 9-cu sualımız necədir? 9-cu sualımız belədir ki, bu gün cümə günü olarsa, 50 gün sonra həftənin hansı günü olar? Baxın, birinci bura baxırıq. Cümə günü hansı gündür? Birinci bunu bilirik. 5-ci gün yazıram bura üzərinə 5. Cümə axşamı 4-dür, cümə 5-ci gündür. Şənbə axşamı 2-dir, şənbə 3-cü gün. Yəni bunlara diqqət edin. Axşamlar həmişə birinci gəlir. Bu gün cümə günü, yəni 5-ci gün, 50 gün sonra həftənin hansı günü olar? Bunun üçün nə edirəm? Yadınızda qalsın, bir həftə 7 gün olduğu üçün 50-ni bölürəm 7-yə. 50-ni bölürəm 7-yə. 50-ni böldüm 7-yə. Mənə burada qalıq lazımdır. 7 7-nin 49. Mənə burada nə lazımdır? Qalıq. Qalıq da qaldı 1. Və 5-ci günün cümə günü idisə, üzərinə də 5-ci günün də üzərinə 1 gəlir. Amma olur hansı gün? 6-cı gün, yəni şənbə günü. Doğru variant C variantı. Onun sualımız deyir ki, sıfırdan fərqli bütün bir rəqəmli ədədlərin cəmi. Baxın, gəlin bura qədər, vergülə qədərin yazaq. Sıfırdan fərqli bütün bir rəqəmli ədədlər istəyir bizdən. Cəmin. Yəni, bu nə deməkdir? Baxın, 1, 2, 3, 4, 5, 6, bir rəqəmlər də 7, 8, 9. Bunların bizdən nəyini istəyir? Cəmin istəyir. Yəni 1 üzərinə 2 üzərinə 3 üzərinə neçədir? Ta 9-a qədər. Bunların cəmi neçədir? Bunları sizə hesablayarsınız. Bunların cəmi 7, 45. 45. Bunların bir rəqəmlərin cəmi 45 etdi. Yazdım bura. İndi deyir ki, vergüdən sonra oxuyuram. Onların hər birini 6 vaid artırmaqla alınan ədədlərin cəmi. Onların hər birini 6 vaid artırmaq nə deməkdir? Yəni, baxın, bu 1-dir. 1-in üzərinə 6 gəlirəm, olur neçə? 7. 2-nin üzərinə 6 gəlirəm, olur neçə? 8. 3-ün üzərinə 6 gəlirəm, olur 9. 4-ün üzərinə 6 gəlirəm, olur 10. 5-in üzərinə 6 gəlirəm, olur 11. 6-nın üzərinə 6 gəlirəm, 12. 7-nin üzərinə 6 gəlirəm, 13. 8-in üzərinə 6 gəlirəm, 14. 9-un üzərinə 6 gəlirəm, 15. İndi bunların cəmini istəyir. Yəni 7 üzərinə 8, üzərinə 9, üzərinə 10, üzərinə 11, üzərinə 12, üzərinə 13, üzərinə 14, üzərinə 15. Bunların cəmini istəyir. Çünki 6 vaid birini artırdım. Bunların da cəmi edir neçə? 54. Bunların da cəmi etdi neçə? 54. Və indi bunda bizdən nə istəyir? 6 vaid artırma alınan ədədlərin cəmində neçə vaid azdır? Yəni 54-dən də çıxıram 45-in. Neçə qalır? Üzr istəyirəm. Deyəsən burada səhv elədim. Yox. Deməli, bir rəqəmlərin cəmi, bir dənə baxaq. Bir rəqəmlərin cəmi neçə etmişdi? Buradan yazaq. Baxın, yazıram buradan 45. Digərləri neçə idi? Bunların hər birini artı vaid artırdım. Məsələn, 1-i artı vaid artırdım, oldu neçə? 7. 2-ni artı vaid artırdım, oldu 8. 7, 8, 9, 10, 11, 12, 13, 14 və 15. Bunların cəmini istəyir bizdən. Yəni 1 üzərinə 7 üzərinə 8, üzərinə 9, üzərinə 10, üzərinə 11, üzərinə 12, üzərinə 13. Bunların cəmini istəyir bizdən. Bunların da cəmi edir neçə? Bunların da cəmi edir 99. 99. 99 bunların cəmi etdi. Bir rəqəmlərin də cəmi 45 etmişdi. 99-dan da 45-in çıxıram. Neçə qalır? 54. Doğru variantım C variantı.
11-ci sualım. 11-ci sualda nə deyir? Deməli, 11-ci sualda 11-də deyir ki, boş xana, baxın, bir dənə yaxşı düşmür bu deyəsən. Boş xana. Deyir, boş xana elə naturalda yazmaq lazım ki, 4 ədədin hasılı 180 olsun. Yəni, baxın, buranı x yazıram. Buranı da y yazıram. Məhsulda bilinmir. Siz də fərqi yoxdur. Nə istəsiniz yaza bilərsiniz. Y yaza bilərsiniz, x yaza bilərsiniz, nə bilim, m yaza bilərsiniz, nə yazsınız yazarsınız. Bura x-dır, burada y-dir. Bunların 4-ünün cəmi 180-dirsə, mən nə edirəm? 2-ni vururam 5-ə. Eləyir neçə? 10. 10x y bərabərdir 180-ə. Buradan da x, y bərabərdir nəyə? 180-i bölürəm ona, eləyir 18. Deməli, indi buradan mən belə nəticəyə gəldim ki, x, y-in cəmi 18-dir. Daha hasılı. Hasılı 18-dir. Deməli, x, y-in hasılı 18-dirsə, indi məndən nə istəyir? Boş xana yazıcı ədədlərin cəmini ən çox neçə ola bilər? İndi buradan belə nəticə gəldim ki, x, y bərabərdir. Yəni, x vuranda y-ə bərabər 18 eləyirsə, məndən də deyir ki, x, y-in cəmi ən çox. X, y-in cəmi ən çox istədiyi üçün nə edirəm? Mən bilirəm, hansı ədədləri bir-birinə vuranda 18 eləyər? 2-ni 9-a vuranda 18 eləyər. 3-ü 6-ya vuranda 18 eləyər. Bir də 1-i 18-ə vuranda 18 eləyər. İndi bunların cəmi ən böyük olmaq üçün nə etməliyəm? Mən 1-lə 18-i götürməliyəm. Niyə? Çünki 2-nin üzərinə 9 gəldikdə 11 eləyir. 3-ün üzərinə 6 gəldikdə 9 eləyir. 11 üzərinə 8 gəldi, 19 eləyir. Cəmi ən çox olması üçün neçə olar? 1-lə 18. Və bunların da cəmi eləyir 19. Doğru variant C variantı. 12-ci sualımız. 60 metrlik uzunluğunda düz bir hasarın dibinə 4 metr məsafəli dirək bastırdılar. Dirəklərin ümumi sayı ən çox neçə olar? Dirəklərin ümumi sayı ən çox neçə olar? 60-ı bölürəm burada nə edirəm? 60-ı bölürəm. Deməli, 60-ı bölürəm 4-ə eləyir 15. 15 nə? 15 ara. 15 aradırsa, biz bilirik, 2 ağacımızın bir arası var. Bunun haqqında, bununla bağlı YouTube'da kanalımızda video paylaşmışıq, çoxlu. Baxa bilərsiniz. Deməli, 15 aradırsa, neçə ağac eləyir? 15 ara, üzərinə də ağac həmişə bir vahid artıq olur. 15 üzərinə 1 eləyir, 16 ağac. Bunun subutu odur ki, baxın. Gəlin bir də şəkil çəkin buradan. Baxın, mənim bir ağacım budur, ikinci ağacım budur. Görürsünüz, 2 ağacımın bir dənə arası var burada. Deməli, ara az olur da. Ara burada, baxın, 15-dir. Deməli, ağac neçədən olur onda? 16 dənə. 16 dənə. Deməli, ona görə də doğru variantım nə oldu? B variantı. Üçüncü sualımız deyir ki, verilən elektrik ötürücülərin birini divardakı yuvaya, qalanları isə sırayla bir-birinə qoşulmaqda yuvalardan ən çox neçəsini istifadə etmək olar. Baxın, tutaq ki, buna taxıldı. Bu taxıldı, bunun bu ucu gəldi, taxıldı. Baxın, bunun burasına. Bunun da bu ucu gəldi, taxıldı bunun burasına, məsələn. Baxın, burasına. Neçədən boş qalar? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 dənə. Doğru variant B variantı. Növbəti sualımız nə deyir? Növbəti sualımız saatla bağlıdır. Gün, saat, tarix hamısı ilə bağlı bir yerdədir. Deyir ki, aşağıda saat, dəqiqə, gün və ay göstərici ona elektron saat verilmişdir. Elektron saat verilmişdir. Ümumiyyətlə onu da deyim, əgər siz liseye hazırlaşırsınızsa, istəyir divar saat olsun, istəyir elektron saat, bunları çox yaxşı bilməlisiniz. Həqiqətən bunları çox yaxşı bilməlisiniz, çünki imtahanda düşür. Və əgər bununla bağlı çətinliyiniz varsa, yəni YouTube'da saat başlığı altına video paylaşmışam, girib baxa bilərsiniz. Deməli deyir, aşağıda saat, dəqiqə, gün və ay göstəriciləri olan elektron saat verilmişdir. 5 dəqiqə sonra saat hansı vaxtı göstərəcək? 23:56-nın üzərinə 5 dəqiqə gəlirəm. 23:56-nın üzərinə 5 dəqiqə gəlirəm və gün olur növbəti gün. Gün olur növbəti gün. Deməli 19-cu gündürsə olur buradakı gün nə olur? 20 gündür. Artıq növbəti günə keçir. 20 gün. Amma bura baxın günü 22 yazıb. Deməli bu variant getdi. İxtisar da öyrədirəm sizə. 22 gündür. Deməli bu getdi.
İndi sonra baxıram bura. 9-cu aydır burada. Bura baxın nə yazıb 10-cu ay. Xeyr, 12 aydan bir dəyişir. Ona görə C variantı getdi. Gördünüz, ixtisar da öyrətdim sizə. İndi gəldik saata. 23:56-nın üzərinə 5 dəqiqə gələndə eləyir 00:01. Yəni A variantı. A variantı 20-ci gün olur və 9-cu ay olur. D variantı niyə olmadı? Baxın, burada yazıb 23:12. Görürsünüz? Ona görə D də getdi. Deməli, doğru variant A variantı. Növbəti sualımız belədir ki, yəni 15-ci sualımız. 15-ci sualımızda nə istəyir bizdən? Deyir ki, A, B, C bir-birinə fərqli rəqəmlərdir. A, B, C, C, A, B, B, C, A toplayırlar, eləyir 1443. A, B, C-nin hasili ən az. Əsas məsələ elə bu ən az söhbətindədir. Bunun üçün nə edirəm? Mən bilirəm, A-nı götürsəm, A-nı 3 də götürə bilərəm. Baxın, A-nı 3 götürə bilərəm. A yazdım 3. B-ni nə götürə bilərəm? B-ni 4 götürə bilərəm. C-ni də 6 götürə bilərəm. Yoxlaya bilərsiniz. Bunların cəmi, baxın, bu üçünün cəmi 13 eləməlidir də. Bunları götürə bilərəm. 3, 4, 12, 12-nin 6 evrində 72. Amma götürmürəm. Niyə? Çünki mənə şərt verib. Deyir, hasili ən az olsun. Ona görə də mən A-nı nə götürürəm? A-nı 1 götürürəm. Baxın, A-nı 1 götürdüm. B-ni neçə götürdüm? B-ni 3 götürdüm. C-ni də 9. Və həqiqətən bunları bir-birinə vuranda hasili ən az edir. 1-ü 3-ə vuranda 3, 3 9-un 27. Doğru variantımız B variantı. Bu günlük izahatımız bu qədər. İnşallah sabah növbəti video çəkəcəyik. Sizlər də üzürlü sayın. Yəni bundan əvvəlki 3 gün əvvəl, yəni hər gün davamlı şəkildə paylaşırdıq. Sadəcə paylaşa bilmədik. Telefonumuzda, YouTube'umuzda biraz problem olmuşdu deyənə. İnşallah o problem aradan qalxdı və imtahana qədər belə davamlı videolar paylaşacağıq. Sağ olun, salamat qalın.